Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə birlikdə dəyişən elektrik cərəyanı mövzu izahına baxacağıq. Əvvəlcə gəlin görək dəyişən cərəyan deyəndə nəyi nəzərdə tutur, nə başa düşülür? Cərəyan şiddəti və uşaqlar gərginliyi zamandan asılı olaraq periodik dəyişən cərəyana dəyişən cərəyan deyilir. Yəni gərginlik və cərəyan şiddəti zamandan asılı olaraq sinus və kosinus qanunu ilə dəyişən elektrik cərəyanı dəyişən cərəyan adlanır. Uşaqlar, dəyişən cərəyan generatorlarından alırlar. İndi ona baxacağıq. Deməli, dəyişən cərəyanı almaq üçün dəyişən cərəyan generatorlarından istifadə olunur. Generatorların da iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Demişdik ki, elektromaqnit induksiya hadisəsi nəyə deyilir? Elektromaqnit induksiya hadisəsində demişdik ki, sabit maqniti, yəni deməli, bizdə sabit maqnit var, tutalım ki, əlimizdə və sabit maqnitin arasında maqnit sahəsi var təbii ki və biz qapalı konturu fırladanda, baxın, qapalı konturu fırladanda nə olur? Onun içindən keçən maqnit seli dəyişir, yəni fi dəyişmiş olur. Qapalı konturu fırladanda onun içərisindən keçən maqnit seli fi dəyişir və bu dəyişmə nəticəsində demişdik ki, fi bərabərdir. Deməli, maqnit seli BS kosinus alfa düsturunun olduğunu keçmişdik. Burada alfa bərabərdir omega t yazsaq, olacaq nə? Deməli, BS kosinus omega t. Deməli, alfa bərabər omega t ilə əvəz etdik və oldu fi bərabərdir BS kosinus omega t. İndi uşaqlar, biz demişdik ki, elektromaqnit induksiya hadisəsində demişdik ki, deməli, EHG, burada da var, baxın. Deməli, fi bərabərdir Fm kosinus omega t. Deməli, generatorun sarxacıdan keçən maqnit seli fi bərabərdir Fm kosinus omega t deməli, tənliyinə təyin olunur və zamandan asılı olaraq dəyişir. Və bu zaman əmələ gələn induksiya elektrik hərəkət qüvvəsi. Demişdik ki, induksiya elektrik hərəkət qüvvəsi finin, mənfi finin zamana görə törəməsinə bərabərdir. İndi biz, baxın, bu BS kosinus omega t-dən törəmə almalıyıq. Nə olacaq? Mənfi də qarşıya keçəcək. Belə yazaq da. Deməli, kosinusun törəməsi riyaziyyatdan bilirik ki, mənfini əvvəlcə qarşıda saxlayaq, fini olduğu kimi götürək. BS deməli, olacaq BS omega sinus omega t. Eləmi? Necə? Mənfi. Kosinusun törəməsi mənfi sinusdur ona görə. İndi bu hər iki mənfi bir-birini müsbət eləyəndə olacaq BS omega sinus omega t şəklində almış olduq. Yəni, baxın, burada veriləni bu şəkildə almış olduq. BS deməli, bizə verəcəkdir YM sinus omega t-ni. Deməli, BS omeganı da yerinə yazdıqca Y maksimum. Baxın, omega Fm bizə YM verir. Daha sonra buradan BS omeganın yerinə nə yaza bilərik? Biz bilirik ki, 2pi-ni və yaxud da 2pi bölünsün t ilə də əvəz edə bilərik. Deməli, bunlar induksiya elektrik hərəkət qüvvəsinin maksimum qiymətləridir. Elektromaqnit yazımızda saxlayaq uşaqlar. Maqnit selinin rəqsləri, yəni finin rəqsləri elektromaqnit, yəni EHG-nin rəqslərini fazaca pi bölünsün 2 qədər qabaqlar. Baxın, doğrudan da YM, baxın, YM oldu YM sinus omega t. Amma fi oldu BS kosinus omega t şəklində alınmış oldu. Sonra, uşaqlar, elektrik dövrəsində yaranan elektromaqnit rəqslərini ossilloqraf adlanan cihazlarından istifadə etməklə ölçürlər. Ossilloqrafın şərti işarəsi bu şəkildədir. Dəyişən cərəyanın gücü isə P bərabərdir IM kosinus fi bölünsün 2 və buradan da IU kosinus fi bölünsün 2 düsturu ilə təyin edilir. Uşaqlar, deməli, baxaq indi ardına. Dedik ki, dəyişən cərəyanın orta gücü belə hesablanır. Necə hesablanır? Biz bilirik ki, güc bu ayrılan istilik miqdarı. Yəni, Joule-Lenz qanunu yadımıza salsaq,
Mən burada yer açaq. Aha, demişdik ki, P bərabərdir I kvadratı R. Daha sonra U kvadratı bölünsün R və bu da I, U şəklində alınırdı. O zaman yazarıq P bərabərdir. Deməli, I-min kvadratı R bölünsün 2. U-m kvadratı bölünsün 2R və yaxud da I-m, U-m bölünsün 2. Yəni, indeksində M yazılanlar maksimal qiymətinin olduğunu göstərir. Və yaxud da Q bərabərdir I-m kvadratı R T bölünsün 2, U-m kvadratı R T bölünsün 2. Q üçün yazsaq, bura T əlavə edəcəyik. Daha sonra I-m, U-m T bölünsün 2 şəklində yazılmış olar. Deməli, dəyişən cərəyanın orta gücü bu şəkildə təyin olundu. Uşaqlar, bir də burada qeyd etməyi unutduq. Deməli, induksiya elektrik hərəkət qüvvəsi ilə F-nin zamana görə qrafiklərini çəksək, deməli, maqnit selinin induksiya elektrik hərəkət qüvvəsi isə pi bölünsün 2 qədər qabaqladığından olacaq, deməli, bu şəkildə. Daha sonra uşaqlar, burada danışacağıq. Biz bu təsir edici qiymətdən əvvəlcə baxaq görək, cərəyan şiddətinin və gərginliyin təsir edici qiymətləri deyəndə biz nəyi başa düşürük? Deməli, dedik ki, bu fi gərginliklə cərəyan şiddəti arasındakı faza fərqidir. Baxın, burada kosinus fi var, fi cərəyan şiddəti ilə gərginlik arasında olan deməli, faza fərqinin olduğunu göstərir. Burada biraz ardıcıllıqla yazılmayıb. Çalışıram ardıcıllıqla izah edim. Aktiv müqavimət, ondan sonra. Aha, dedik cərəyan şiddəti və gərginlik ifadələri uyğun olaraq cərəyan şiddətinin və gərginliyin təsir edici qiymətləri adlanır. İndi görək təsir edici qiymətlərin amplitude qiymətlərindən neçə dəfə fərqli olur. Yadımızda qalsın uşaqlar. Dedik ki, burada dəyişən cərəyan dövrəsində ampermetrin və voltmetrin cərəyan şiddəti və gərginliyin təsir edici qiymətini ölçür. Təsir edici qiymətləri tapmaq üçün amplitude qiymətləri hər zaman 2-yə bölmək lazımdır. Baxın, burada IM ilə OM amplitude qiymətləri də doğrudur. O zaman biz təsir edici qiyməti tapmaq üçün amplitude qiymətləri bölürük. Deməli, kök altı 2-yə. Baxın, kök altı 2-yə böldük. Eynən gərginliyin təsir edici qiymətini tapanda maksimal qiymətləri kök altı 2-yə bölmək lazımdır. Aha, deməli, burada da qeyd olunmuş ki, ampermetr və voltmetr cərəyan şiddəti və gərginliyin təsir edici qiymətlərini ölçür. İndi əsas məsələmiz dəyişən cərəyan dövrəsində aktiv müqavimət nədir? İndi baxaq. Uşaqlar, biz indiyə qədər elektrik müqaviməti adlandırdığımız R cəmiyyəti deyir ki, dəyişən cərəyan dövrəsində aktiv müqavimət adlanır. Yəni, biz indiyənə qədər R müqaviməti adlandırmışdıq. Burada isə dəyişən cərəyan dövrəsində fərqləndirmək üçün sadəcə aktiv sözündən də istifadə olunur. Deməli, olur aktiv müqavimət. Aktiv müqavimətin indi düsturlarına baxacağıq. Biz bilirik ki, müqavimət L bərabərdir rho L bölünsün S ifadəsinə əsasən L-dən S-dən asılıdır, L-lə düz S-dən tərs asılıdır. Deməli, yalnız həmin bu ifadədə olan cəmiyyətlərdən asılıdır. Bir də S bərabər P kvadratından yerinə yazmaq olar. İndi biz yazaq. I bərabərdir. Bilirik ki, U bölünsün R. Onun yerinə yaza bilərik U, M, kosinus, omega, T bölünsün R. Daha sonra OM-i yerə böləndə nə olacaq? Bizə verəcək, deməli, amplitude qiymətini və yaxud da belə yaza bilərik. IM bərabərdir, OM bölünsün, R şəklində də yazmaq olar. Deməli, I bərabərdir, burada yerinə yazsaq, OM-i yerə böləndə IM edir də, IM. O zaman olacaq I bərabərdir, IM kosinus omega T.
Qeyd edək uşaqlar, aktiv müqavimət dəyişən cərəyan dövrəsində olanda gərginlik hansı qanunla dəyişirsə, cərəyan şiddəti də həmin qanunla dəyişir. Aktiv müqavimət dəyişən cərəyan dövrəsində olanda, baxın, gərginlik hansı qanunla dəyişdisə, deməli, dəyişən cərəyan da həmin qanunla dəyişir. Yəni, burada artıq pi bölünsün 2 qədər qabaqlama falan olmayacaq. Yəni, hər ikisi eyni qanunla dəyişəcək. Deməli, əsas qeydimiz oldu ki, aktiv müqavimət deməli, dəyişən cərəyan dövrəsində olanda, aktiv müqavimət dəyişən cərəyan dövrəsində olanda gərginlik hansı qanunla dəyişirdisə, cərəyan şiddəti də həmin qanunla dəyişəcək. Yəni, cərəyan şiddəti ilə və gərginlik eyni qanunla dəyişmiş olur. Yenə burada aktiv müqavimət omeqadan, t-dən, perioddan, tezlikdən asılı olmur. Daha sonra bunu yazdıq. Baxın, burada qeyd olunubdur. I bərabər U bölünsün R. Onun yerinə yazdıq. OM kosinus omega T-nin R-ə nisbəti. OM-in R-ə nisbəti də bizə verir İ-im. Deməli, gərginlik, aktiv müqavimətdə gərginlik U bərabər OM kosinus omega T qanunu ilə dəyişdi. Cərəyan şiddəti də həmin qanunla dəyişmiş oldu. Eyni qanunla dəyişəndə demişdik, fazalar fərqi eyni olur, yəni fi bərabər 0-a. O zaman gərginlik kosinus qanunu dəyişəndə cərəyan şiddəti də eyni qanunla dəyişmiş olur. Fi bərabərdə 0 olanda, yəni fazalar bunun arasında fərq olmadığına görə kosinus fi də 1-ə bərabər olur. Bunları bayaq qeyd elədik. Daha sonra deməli, dedik ki, aktiv müqavimətdə cərəyan orta gücü P bərabər I vurulsun U, I-nin kvadratı R, U kvadrat bölünsün R, İm, OM bölünsün R, İm kvadrat R bölünsün 2, OM kvadrat bölünsün 2 R düsturu ilə təyin olundu bayaqçı kimi. A bərabər Q-yə, deməli, bunu da yerinə yaza bilərik. Nə I, U, T, I kvadrat R, T. Bunların hamısını istilik miqdarının keçəndə keçmişdik. Deməli, uşaqlar, biz dəyişən cərəyan dövrəsində aktiv müqavimətdən danışdıq. Üçüncü başlığımız isə dəyişən cərəyan dövrəsində kondensatordur. Yəni, dəyişən cərəyan dövrəsində tutum müqavimət nədir? Ona baxaq. Uşaqlar, biz tutum dərsini keçəndə demişdik ki, Q bərabərdir C vurulsun U-ya. Və indicə də dedik ki, U-nun yerinə nə yazmaq olar? U M kosinus omega T. Doğrudur. Daha sonra demişik ki, cərəyan şiddəti yükün zamana olan törəməsinə bərabərdir. Bu da bərabərdir. Deməli, CUM kosinus omega T-nin törəməsi CUM kosinus omega T-nin törəməsi. O da bərabərdir mənfi CUM omega sinus omega T. Omega sinus omega T. Yəni, bunun törəməsini tapdıq. Çünki cərəyan şiddəti yükün zamana görə törəməsinə bərabərdir. Baxın uşaqlar, dəyişən cərəyan dövrəsində tutum qoşulanda, baxın, dəyişən cərəyan dövrəsində tutum qoşulanda cərəyan şiddətinin rəqsləri, gərginliyin rəqslərini pi bölünsün 2 qədər qabaqlar. Bu əsas qeydimizi yazaq. Baxın, burada yoxdur. Deməli, yazaq, dəyişən cərəyan dövrəsində tutum qoşulanda, yəni C qoşulanda cərəyan şiddəti, rəqsləri, gərginliyin rəqslərini fazaca pi bölünsün 2 qədər qabaqlayır. Amma tutum müqavimətində nə idi? Heç nə qabaqlama falan olmurdu. Cərəyan şiddəti və gərginlik rəqsləri eyni fazada baş verirdi. Daha doğrusu aktiv müqavimətdir. Aktiv müqavimətdə cərəyan şiddəti ilə gərginlik rəqsləri eyni fazada baş verirdi. Tutum müqavimətdə isə, deməli, cərəyan şiddətinin rəqsləri, gərginlik rəqslərini fazaca pi bölünsün 2 qədər qabaqladı. Deməli, tutum müqaviməti XC hərfi ilə işarə olunur. Yəni, X ayağında C kondensator olduğunu göstərir. Tutum müqavimətidir. XC bərabərdir 1 bölünsün C omega düsturu ilə təyin olunur. Deməli, XC bərabərdir 1 bölünsün omega C. Omega C. İndi XC bölünsün, XC bərabərdir. Deməli, burada yazaq. 1 bölünsün omega C. 1 bölünsün omega yerinə yazırıq 2 pi nü C. Və yaxud da 2 pi bölünsün T qalxır. Surəti 2 pi C şəklində alınır. Uşaqlar, biz demişdik ki, C bərabərdir
Epsilon, epsilon 0, S bölünsün D. Baxın, buradakı ifadələrdə gətirib S-ni yerinə yazıb, epsilon, epsilon 0, S bölünsün D yuxarı qalxıb, epsilon, epsilon 0, S bölünsün D surətə qalxıb, eyni şəkildə. Və x-i omeqadan, s-dən, n-dən, s-dən, epsilondan təbii ki, tərs asılıdır. Periodla, deməli, d-dən, məsafədən isə düz asılıdır. Bunlar da belə. Daha sonra başlayaq. Deməli, dedik ki, i bərabərdir cərəyan şiddəti mənfi im sinus omega t-yə. Deməli, i bərabərdir mənfi im sinus omega t-yə. Bu hardan alındı uşaqlar? İndi baxaq. Baxın, yuxarıda qeyd etdimi? Dəqiqə silmədimsə. Aha, i bərabərdir mənfi sin omega, deməli, sinus omega t-yə. Burada im bərabərdir omega vurulsun sin-ə. Yəni, burada yazaq. Aha, deməli, cərəyan şiddətinin amplitud qiyməti bərabərdir omega sin-ə. Bunu qeyd edək. Daha sonra i bərabərdir qm omega sin şəklində yazsaq. İm bərabərdir, deməli, omega sin-ə və yaxud da im bərabərdir, bilirik ki, deməli, um bölünsün r-ə. Və buradan r bərabərdir. Deməli, r bərabərdir 1 bölünsün omega s-yə, yəni x-ə də bərabərdir. X-ə, yəni tutum müqaviməti bərabərdir 1 bölünsün omega s şəklində alınmış olar. Yəni, bayaqki yazdığımız düsturların hardan gəlindiydi. Daha sonra, baxın uşaqlar, cərginliyin rəqsləri dedik ki, cərəyan şiddətinin rəqsləri, cərginliyin rəqslərini pi bölünsün 2 qədər qabaqlar. O zaman deyirik ki, gərginliyin rəqsləri cərəyan şiddətinin rəqslərindən pi bölünsün 2 qədər geri qalır. Və cərginliyin rəqsləri kosinusdan başlayanda cərəyan şiddəti onun əksinə mənfidən başlayacaq. Bunlar dedik. Deməli, dördüncü başlığımız oldu dəyişən cərəyan dövrəsində sərəət. Dəyişən cərəyan dövrəsində sərəət. Uşaqlar, sərəətdə demişdik ki, nəyi öyrəndirik? İnduktivliyi öyrənmişdik də. Dəyişən cərəyan dövrəsində sərəətə bağlayaq. İndi biz həmin bu dəyişən cərəyan dövrəsində bircə dənə sərəət bağlayırıq. İndi baş verən hadisələrə baxaq. Dedik ki, fi bərabərdir, maqnit seli bərabərdir. Deməli, fi bərabərdir, L vurulsun i-dir. O da bərabərdir nəyə? Baxın, bu i-mi yazarım yerinə. Deməli, L, i-m kosinus omega t-yə. İnduksiya elektrik hərəkət qüvvəsi də mənfi fi-nin zamandan görə törənməsidir. O da bərabər olar L, i-m sinus omega t-yə. Yəni, bundan törəmə aldıq. Aha, induktivlik x indeksində L şəklində işarə olunur. XL bərabərdir omega L şəklində yazılır. Deməli, vahidi Henri bölünsün saniyədir və yaxud da Hess vurulsun Henridir. XL bərabərdir omeganın yerinə 2 pi bölünsün t yaza bilərik və yaxud da 2 pi-nin şəklində də yazmaq olar. Və yaxud da sərəət daxil ediləndə demişdik ki, XL bərabərdir omega vurulsun mu L, yəni L bərabərdir mu vurulsun L0 idi də. Bu hardan alınmışdı? Mu bərabərdir L bölünsün L0-dan. Gətirdik, burada L-in yerinə yazdıq, mu vurulsun L0. Eyni ifadələr şəklində qaldı. Sadəcə olaraq, deməli, mu-nun yerinə, L-in yerinə mu L0 yazmış olduq. Cərəyan şiddətinin amplitud qiymətləri isə im bərabərdir OM bölünsün XL. OM bölünsün XL-in yerinə yazmaq olar, deməli, omega vurulsun L. Yenə də omeganın yerinə baxın, hər dəfəsində 2 pi-ni və yaxud da 2 pi bölünsün t ilə əvəz edə bilərsiniz. Bunlar dedik. Deməli, uşaqlar, əsas qeydimiz buradadır. Əsas qeydimizi qeyd edək. Deməli, dəyişən cərəyan dövrəsinə qoşulmuş sərəətdə gərginliyin rəqsləri cərəyan şiddətinin rəqslərini fazaca pi bölünsün 2 qədər qabaqladı. Dəyişən cərəyan dövrəsində qoşulmuş sərəətdə gərginliyin rəqsləri cərəyan şiddətinin rəqslərini fazaca pi bölünsün 2 qədər qabaqlamış oldu. Yəni,
Yəni cərcinin rəqsləri cərəyan şiddətini pi bölünsün 2 qədər qabaqladısa, deməli cərəyan şiddətinin rəqsləri də cərcinin rəqslərinə pi bölünsün 2 qədər geri qalmış olar. Deməli, ümumiləşdirək. Dedik ki, tutum müqavimətində, aktiv müqavimətdə cərəyan şiddəti ilə gərginlik rəqsləri eyni fazada baş verdi. İkinci yazdıq ki, tutum müqavimətində deyirik ki, dəyişən cərəyan dövrəsində tutum qoşulanda cərəyan şiddətinin rəqsləri gərginlik rəqslərini pi bölünsün 2 qədər qabaqladı. İnduktiv müqavimətdə isə indicə dedik ki, deməli, induktiv müqavimətdə də dedik ki, gərginliyin rəqsləri, deməli, yazaq ki, gərginliyin rəqsləri cərəyan şiddətinin rəqslərini pi bölünsün 2 qədər qabaqladı. Daha sonra üçüncü başlığımız dəyişən cərəyan dövrəsi üçün, yəni dəyişən cərəyan dövrəsində Ohm qanununa baxaq. Görək uşaqlar, Ohm qanunu burada dəyişən cərəyan dövrəsində nəyi deyir? Yəni tam dəyişən cərəyan dövrəsi üçün Ohm qanunu. Uşaqlar, indi biz üçünü də bayaqdan dediyimiz həmin o üç ifadəni birlikdə birləşdirəcəyik. Yəni üçü də bir arada olacaqdır. Həm aktiv, həm induktiv, həm də tutum müqavimətinin belə deyim də qarışıq. Baxın, bayaqdan tək-tək öyrəndik. İndi isə hamısını bir deməli şəkildə öyrənəcəyik. Baxın, bu induktivlik, kondensator və aktiv müqavimət. Deməli, uşaqlar, burada dəyişən cərəyan üçün tam Ohm qanununda ümumi tam müqavimət böyük Z hərfi ilə işarə olunur. Hardan yazaq? Buradan yazaq. Böyük Z bərabərdir. Deməli, böyük Z bərabərdir. Kök altında R-in kvadratı plus XL çıxılsın XZ-nin kvadratı şəklində olacaq. Əsas düsturumuz budur. Uşaqlar, dövrənin ümumi müqaviməti burada Z-dir. Yəni, maksimum olması üçün, dövrənin ümumi müqaviməti Z-in maksimum olması üçün XL XC-yə bərabər olmalıdır. Baxın, XL XC-yə bərabər olanda, yəni induktiv müqavimət tutum müqavimətinə bərabər olanda Z bərabərdir maksimum olur. Deməli, Z-in maksimum olması üçün XL XC-yə bərabər olmalıdır və XL XC-yə bərabər olanda, aktiv müqavimət tutum müqavimətinə bərabər olanda rezonans hadisəsi baş verir. Deməli, gəlin yerinə yazaq. Buraları təmizləyək. Deməli, Z bərabərdir kök altında R-in kvadratı plus yazıq ki, X-i çıxılsın XL-in kvadratı şəklində idi. İndi Z bərabərdir yazaq. Z bərabərdir kök altında R-in kvadratı plus 1 bölünsün omega S çıxılsın omega L-in kvadratı. Bu şəkildə olmuş oldu. Daha sonra U bərabərdir, yazaq. U bərabərdir kök altında U R-in kvadratı plus US çıxılsın U L-in belə deyim də kvadratı şəklində də yazmaq olar. Burada qeyd olunub hamısı, amma biraz qarışıqdır burada uşaqlar. Daha sonra IM bərabərdir, UN bölünsün Z. Yəni burada R-i Z ilə əvəz edirik, yəni ümumi tam müqavimət. UN bölünsün, gətirib Z-in bayaq yazdığım ifadəsi var idi, düzdür. R-in kvadratı plus XL çıxılsın XC-nin kvadratını da gətirdim burada, qeyd elədim yerinə. Bu da oldu uşaqlar tam müqavimət. İndi isə gərək transformator nədir? Deməli, 6-cı başlığımızı yazaq, transformatorlar. Uşaqlar, dəyişən cərəyan dövrəsində gərginliyi artırıb azaltmaq üçün istifadə olunan cihazlardan biri transformatordur. İş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. 2 dənə dolaqdan ibarətdir. Birinci dolaq giriş, baxın, 2 dənə dolaqdan ibarətdir. Birinci dolaq giriş, bu da şərti işarəsidir. Transformator belə olur, şərti işarəsi də bu. Giriş və çıxış dolaqlarından ibarətdir. Deməli, birinci dolaq giriş, ikinci dolaq isə çıxış adlanır. Baxın uşaqlar, məsələn, Mingəçevirdən bizə elektrik cərəyanı gələndə çox böyük voltlarla olur da, doğrudur.
Deməli, Mingəçevirdən bizə gələn elektrik cərəyanı çox böyük voltlarla olduğuna görə tutalım ki, məsələn 10.000 voltluqla transformatora gəlir və bu zaman gərginlik bizim evlərə nə qədər ötürülür? 220 voltlarla endirilir də, yəni gərginliyi aşağı salır. Transformatorlar gərginliyi azaltmaqla yanaşı əslində artırmaq da mümkündür. Deməli, yazaq. Gərginliyin burada qeyd olunub. Deməli, gərginliyin neçə dəfə artıb azaldığını göstərən kəmiyyətə transformasiya əmsalı deyilir. Gərginliyin neçə dəfə artıb azaldığını göstərən kəmiyyətə transformasiya əmsalı deyilir. Buradan oxumayın, elə mən yazdıracaqlarımı oxuyum. Burada biraz qarışıq verir. Deməli, transformasiya əmsalı deyilir. Deyək ki, bunları silək. Deməli, transformasiya əmsalı deyilir və K hərfi ilə işarə olunur. K bərabərdir. Uşaqlar, bir də birinci dolaqdakı sarıların sayı N1, ikincidə isə N2 şəklində qeyd olunur. K bərabərdir. N1 bölünsün N2. O da bərabərdir. U1 bölünsün U2-yə və bu da bərabər I2 bölünsün I1-ə olan nisbətinə. Qeyd edək uşaqlar. Bu əsas qeydimiz K böyükdür 1 olanda N1 böyükdür N2 olur. Buna deyilir alçaldıcı. Alçaldıcı. İndi səbəbini əsas məsələ qeyd edək. Görək niyə belə oldu. Normalda K böyükdür 1 olanda deyə bilərsiniz ki, müəllim, axı böyükdür, yüksəltsin də niyə kiçik deməli alçaltdı? Uşaqlar, yəni girişdəki gərginlik çıxışdakı gərginlikdən böyük olanda, deməli dedik ki, M1 birinci dolaqdakı həmişə, N2 isə ikinci dolaqdakı sarğıların sayını göstərir. Deməli, girişdəki gərginlik çıxışdakı gərginlikdən böyük olduğundan doğrudur. Onu azaltmaq lazım olur da təbii ki. Yəni böyük gərginlik var idi. Onu azaltmaq bizə lazım oldu. K böyükdür 1 olanda alçaldıcıdır. K kiçikdir 1 olanda isə yüksəldicidir. Baxın bayaq qeyd etdim. Elə bir ki deməli tutalım ki, Mingəçevirdən bizə elektrik cərəyanı gələndə çox böyük dedi ki, voltlarla gəlir də. Məsələn 10.000 voltla gəldi. Biz bunu təbii ki 220-yə endirməliyik. Doğrudur? Yəni birincidə girişdəki gərginlik böyük oldu çıxışdakından. Biz o zaman onu azaltmaq üçün M1 böyükdür N2. Alçaldıcı şərt nə oldu? K böyükdür 1 şərti alçaldıcı şərt oldu. K kiçikdir 1 olanda isə yüksəldici deməli transformatorlar. Transformatorun girişində və çıxışında dəyişən cərəyanın tezliyi bərabər olur. Uşaqlar yazaq. Transformatorun həm girişində, həm də çıxışında dəyişən cərəyanın tezliyi bir-birinə bərabər olur və güc sabit qalır. O zaman güc sabit qalarsa, güc sabit qalması nə deməkdir? P konstant olanda, deməli, P konstant olanda P1 bərabər P2 şərti ödənilir. Bunu da yerinə yazmaq olar. I1 U1 bərabər I2 U2. Doğrudur. Bütün cihazları deməli uşaqlar dedik ki, faydalı iş əmsalı var da. Eynən burada da teta bərabərdir. P2 bölünsün P1 vurulsun 100% və yaxud da I2 U2 bölünsün I1 U1 vurulsun 100% şəklində ödəyəcək. Deməli, belə uşaqlar dəyişən cərəyan mövzusunu da yekunlaşdırdıq. Növbəti dərsimizdə inşallah kəndəsi optika olacaq. Sağ olun, hələlik.